Proqram Medianın İnkişaf Agentliyinin və Audiovizual Şuranın dəstəyi ilə hazırlanmışdı. Uşaqlar! Uşaqlar, durun bunu edək. Mən Məhrəmli Bakir Eminoğlu, 2014-cü ildə anadan olmuşam. Goranboy rayonunun Qaradağlı kəndində Mübariz Səfərov adına orta məktəbdə 5-ci sinifdə oxuyuram. Mən 2018-də məşqə başlamışam. Həsrət Səfərova baxdım və onun uğurlarına nail olduğu çempionatlara baxdım. Elə həvəsləndim, məşqə də başladım. Prize winner of the World Championship in 2019 and a national champion. And in blue, representing Azerbaijan. The World Championships and a national champion. Hə, Bakir, biz də sənin Həsrət Cəfərovu özünə ideal idmançı seçdiyindən xəbər tutub, həsrətlə sənin görüşünüzü təşkil etmişik. Elə öz kəndinizdəcə. Sənə bir sürprizimiz var. Budur, Həsrət Cəfərov artıq Goranboyun Qaradağlı kəndinə daxil oldu. Mən 5 yaşımda Minəçevir rayonunda açıq birinciliyinə 23 kilo çəkisində birinci ilə çıxdım. Sonra Goranboy rayonunda açıq birinciliyində ikinci yerə çıxdım.
bir dele. Sıraya bir dele. Kalk köşeden. Köşeden kalk. Çek. Ya köşeye. Allah seni. Altı olur, yok. Altı olur, altı. Bizim de değişir de tablo. Tablo değişir de olsun. Biz. Sparta, biz. Sonra Balakəndə Ulu Öndər Heydər Əliyevin 99-cu illiyində üçə çıxdım. Kapar dedin. Bir tane kaldır köyden bir tane. Kaldır getdi. Qəşəng. Sonra Kürdəmir rayonunda açıq birinciliyində birə çıxdım. Bakir! Istak etme. Qusar yarışında açıq birinciliyində birə çıxdım. Zakatala yarışında birinci yerə çıxdım. Allah belə çıx. Qəşəng! Birində! Qəşəng! Sonra yenə Kürdəmir yarışında açıq birincilikdə yenə birə çıxdım. Bakıda Zirə yarışının klubunda birə çıxdım. Goranboy üzrə kubok yarışında birə çıxdım. Ulu Öndər Heydər Əliyevin 100 illik il dönümündə birinci yerə çıxdım. Atam Emin müəllimdə məktəb üzrə müəllimdir. O da mənə idman müəllimidir. O da mənim əlimdən tutub məşqə gətiribdi. Həmişə mənim məşqdən gətirib aparırdı. Ona buradan çox təşəkkürlər edirəm. Məni məşqə gətirdiyinə görə. İndi bu günə kimi də nailiyyətlərim də çoxdur məşqdə. Günün bu günə də məndən dəstək olur. Ona da çox təşəkkürlər edirəm. Mənim ən böyük arzum olimpiyadanı güləşməkdir. Azərbaycan bayrağını yüksəltməkdir və birinci yerlə vətənə qayıtmaqdır.
Uşaqlar, bu günlərim qolları dirsəkdən yığmaqla başla boynu Bedro fəndini icra eləyəcək. Orxan mənim bir dən yaxınlaş. Əsas burada məqsədimiz nədir? Güləşəndə nə edirik? Biləklərdən, dirsəklərdən istifadə edirik. Və promoy əli bura atmırıq, qollara atmırıq, həmişəki qaydada. Orxan mənim, göstərsiniz. Yapışırıq. Ayağa fikir vermək lazımdır. Bəli, ayağa fikir ver. Bu vəziyyətdə tutdunuz, ayaqlara fikir verirsiniz. Və Bedronu bu vəziyyətdə ancaq bu boyundan vurmaqla qabağa atmaq fəndini eləyəcək. Bedro fəndini. Orxan mənim, çəkdiniz, hop. Aydındır, bir də göstəririk, bir də göstəririk. İndi bilənlər var, bilməyənlər də yenə izah eləyəcək. Əsas burada ayaqların duruşu, düzgün yanaşma, qolları dirsəkdən yığma və biləyi düzgün burada sıxmaqla fəndin hər atanda hər ikisi əl boyuna, bu biri əl dirsəkdən tutmaqla qabağa çəkmək. Atdıq, Orxan müəllim. Aydındır. İndi hərə öz parasını götürür. Kim nəyisə düzgün eləməyəndə biz yaxınlaşıb özümüz başa salacaq. Götürürüz paraları. Hər öz parasını götürsün. Bayaq nəzər görmüşdük. Yenə uşaqlar, hər birinizi yenə salamlayırıq. İnşallah ki, hər bir çəkilən əziyyətin bəhrəsini inşallah Allah qiymətləndirəcək. 2003-dən mən bu zala müəllim təyin olunandan, bu güləşlə, sizdən öncələr, yəni ən azı 21 il bundan öncəni deyirəm. Başlayanda sizi kimi o qədər balaca uşaqlar əziyyətlə, yəni bu əziyyət bugünkü bu gözəl döşəkdə, bu gözəl şəraitdə yox. Bu aynaların olmayan vaxtı, yəni bu idman elə bir şeydir ki, nə şəraitə baxma. Əgər ürəyində, içində, əgər o inam, məqsəd varsa, istədiyin zirvəni fəth eləyəsən. Aydındır. Ona görə məşqə gələndə həmişə ürəklə yanaşın. Çünki 21 ildir burada bu zaldan məşq keçirəm. Yəni sizdən öncələrə də bu sözləri demişəm. Ona görə də o əziyyətin bəhrələri var. Bugün bilirsiniz də bu zaldan kimlər püxtələşib, kimlər Azərbaycanımızın bayrağını, himnimizi səsləndirib qıraq ölkələrdə. Bilirsiniz də bunları. Yəni bunları sadalayaram, siz bilərsiniz. Elman Muxtarov yeniyetmələrin olimpiya çempionudur, bilirsiniz də. Elnur Həsənov gənclərin dünya çempionudur. Bizim bu zalının yetişdirməsidir. Əskər Əlizadə Dünya Avropa mükafatçısıdır. Buradan Talih Məmmədov dünya tanıyır bunu. Həsrət Cəfərov olimpiya mükafatçımız, Dünya Avropa çempionu. Talih Məmmədov, Həsrət Cəfərov hamısı bu zaldan püxtələşib. Eləcə də mən Orxan Qəmbərovu da qeyd eləyə bilərəm. Çünki bu elə bir zirvədə gəldi, çiyin bağları zədələndiyi üçün bugün mənlə çiyin-çiyinə məşqçi müəllim işləyir. Çünki onun da ürəyində arzular var idi ki, o zirvəni fəth eləsin. Ancaq inşallah ki, öz tələbələrindən inşallah o günü görər, o olimpiya mükafatçılığını, dünya mükafatçısını görər. Hər biriniz onu arzulayıram. İnşallah ki, yenə deyirəm, idmançı şəraitindən asılı olmayaraq, içində inamı varsa, məqsədi varsa, o istədiyi zirvəni fəth eləyəcək. Aydındır. İnşallah ki, mən sizlərin içindən də yəqin ki, Dünya Avropa Olimpiya mükafatçısı görürəm. Tək ki, bunu inşallah Allah qismət eləsin, o günü hər birimizə qismət eləsin, inşallah. Azərbaycanımızın bayrağını, himnini səsləndirəndə o hissləri keçirdərsiniz ki, bu hisslər başqa hisslərdir. Bu hisslər başqa hisslərdir. Bu pulunla, bu hansısa bir, nəynəsə alınası bir şeylər deyil. Gərək illərlə əziyyət çəkəsiniz. Bu əziyyətin bəhrəsini inşallah
Azərbaycanımızın bayrağını, himninizi səsləndirəndə o qürur hissini keçirdəsiniz. İnşallah hər birinizə bunu arzulayıram. İnşallah ki, davamiyyətdə olar. Nəticə, indi inşallah Həsrət Səfərovumuz da dəvətlidir. İnşallah gələr, görərsiniz, o bizim əziyyətimizin bariz nümunəsidir. Gəlir, düşər. Sen ayağını soruyor. Olimpiya mükafatçımız, Dünya Avropa çempionumuz, bariz nümunəmiz budur. İnşallah hər birinizə bunu arzulayıram ki, inşallah Allah qismət eləsin, bu çəkdiyi əziyyətin, bu gördüyü bu alqışların, bu gördüyü bu zirvəni sizə də qismət eləsin inşallah. Sizlərə baxıb bunlar stimul götürür. Bugün bəlkə də nəinki bu zaldan, o qədər başqa uşaqlardan, zalların uşaqlarından həsrətə baxıb stimul götürənlərimiz var. Nə xoşu bizim olduğu üçün bizə doğmadır. Ancaq görməyənlər var. Görməyənlər var, inşallah onun görmək arzusunla, o zirvəni həsrət kimi nəticə vermək arzusunla yaşayanlar var. Allah onlara da qismət eləsin. İnşallah hər birinizə həsrətin zirvəsini arzulayıram. İnşallah həsrətimiz Olimpiya qızılını da bizə qismət eləyər. Allahdan arzulayıram inşallah. Həsrət, xoş gəlmisən. Çox sağ olun. Bura sənin böyüdüyün, boya başa çatdığın zaldır. Burada böyümüsən. Sən də bu uşaqların sırasından çıxmısan. Əlhəmdülillah ki, əziyyətin boşa keçmədi. Əlhəmdülillah. Bayaq dediyim kimi, həsrətin məşq elədiyi vaxtları, Orxan müəllimin məşq elədiyi vaxtları siz görməmisiniz. Çox əziyyətli, döşəyimiz həqiqətən yəni yararsız. Biz onu yadındadırsa tikərdik, yamyardıq, zala ayna çəkərdik. Yəni bu vəziyyətlərdə biz məşq keçmişik. Çox əziyyətli məşq keçmişik. İstilik sistemimiz olmayıb, həqiqətən olmayıb. Soyuqda, hansısa bir yağışlı külə, ancaq ona baxmayaraq. Bugün Həsrət Olimpiya mükafatçısı, onu deyə bilmirik ki, hansı əziyyətlərdən hamı orada görür ki, Azərbaycanımızın bayrağını qaldırıb. Gəlin bir daha həsrətimizi alqışlayaq. Gəlin bir daha həsrətimizi alqışlayaq. Həsrət, yenə xoş gəlmisən. Bir daha yenə sənə xoş, çox sağ ol deyirik ki, ən azından vaxt ayırmısan, öz zalına təşrif buyurmusan, çox sağ ol. Çünki bugün elə vaxtdır ki, məşqlərinin arxasındasan, çünki onları da buraxmaq olmaz. Çəkini də dəyişmisən. İnşallah ki, Allah uğurlu eləsin növbəti çəkini də sənə. Növbəti yarışlarda Allah sənə uğurlar qismət eləsin. Çox sağ ol Həsrət. İndi buyur sən də bu uşaqlara öz tövsiyənlə, öz sözlərinlə, bunlar yəqin ki, ara sıra görürlər səni. Ona görə də ən azından bugün xoşbəxtdirlər ki, bugün səni görürlər bu zalda. Kişilər, biz də sizin kimi bu sıralarda durmuşuq, vəziyyətlərdən keçmişik. Müəllim dediyi kimi, bizdə əvvəl belə şərait yox idi. İndi federasiyamız sağ olsun, döşəklə təmin edib, rahat döşəkdə məşq edirsiniz. İstilik sistemi, hər şey var. Biz əvvəl söyüq zalda, ora bir dənə balaca atapleniya qoyduq, onun yanında məşq edirdik. Döşək cırılırdı, onu tikirdik, məşq edirdik. Vəziyyətlərlə gəlib çıxmışıq bu yerlərə. Müəllimlərimiz də sağ olsunlar, bizim arxamızda durublar. Sizə bir dənə qalır ki, müəllimə qulaq asın, çox məşq eləyin, hər şey də öz yolunda olacaq. Çox sağ ol Həsrət, Allah səndən razı olsun. Yenə deyirik, gəldiyin üçün, bu zalda bizimlə görüşün üçün təşəkkür edirik. Sağ ol, ən azından bu zaldan böyüyüb çıxmısan, bu zaldan əziyyətlərlə gəlmisən, hansısa bir zirvələrə inşallah aydın məsələdir ki, bir qismini burada eləməlidir. Həsrət, Olimpiya dünya mükafatçısı olmaq üçün ona lazımdır böyük arenalar, böyük zallar, böyük məşqlər, milli komandamız lazımdır buna. Çünki bizim bir o qədər ona o səviyyə çatdırmaq imkanımız yoxdur. Çünki milli komandamız var. Yəni, bu günə şükürlər olsun ki, Həsrətimiz
hər birimizin başını uca eləyib, Allahdan arzulayam ona inşallah Olimpiya qızılını da qismət eləsin bizə. Amin inşallah. Bizim bilirsən, burada zalda idmançıların əksəriyyətinin stimulu sizsiz. Ancaq bir uşaq Bakirimiz var bizim. Bakir gəl. Bu Bakirimiz elə bu zala gəlişindən stimulu sən olmusan. Bu zala gəlişindən Bakirin stimulu sən olmusan. Həqiqətən də bu günlərim Həsrət, inan ki, bu sizin davamçınız olacaq. Nəinki bu, bunların hər birinə onu arzulayıram. Ancaq bunun gəlişi birbaşa sizə baxıb gəlməyi var. Bu günlərim çox xoş təsadüfdür ki, sizin elə biz dəvətimiz də çox sağ ol ki, Bakirin istəyi ilə olub ki, çox təkidlə ki, müəllim, Həsrətin zala dəvət eləyəsiniz. Mən onun gəlişi ilə bağlı, mən ona baxıb gəlmişəm. Bu günlərimdə Həsrət, inan ki, bunun nəticələri inşallah bunların evinə dəvət buyurarıq. Görərsiniz orada qramotaları, medalları həqiqətən sizin davamçınızdır. Sizə baxıb gəlibdir bu günlərim Bakir. İnşallah Bakir, səndən də arzulayıram ki, Allahdan arzulayıram ki, sən də Həsrətin davamçısı olasan, bayrağımızı ucaldasan, himnimizi səsləndirəsən. İnşallah Allah qismət eləsin. Mən də inanıram ki, nəinki Bakir, da duran, sırada duran hər bir idmançı öz sözünü deyəcək inşallah böyük arenalardan. İnşallah. Bakir həqiqətən bu istimulla gəlib. İnşallah ki, Bakirin medallarının, çempionlarının davamı gəlsin. Bunun əziyyətini həm Orxan müəllim də əziyyət çəkir. Bir yerdə çalışırıq ki, bunun inşallah sən getdiyin o zirvələrə inşallah qədəmlərini qoysun. Amin inşallah. Allahdan arzulayırıq. Hər birinizə onu arzulayırıq. Amma Bakir xüsusən, şəxsən həsrətlə, yarışlarınla, onun hər yarışa çıxdığında danışdığından, nə bilim, həyəcanla danışdığından ki, Həsrət belə güləşdi, Həsrət belə güləşdi, mən Həsrəti bu vəziyyətdə gördüm, çox sözlər danışır. İnşallah ki, Həsrətin davamçısı olar. Siz də çox sağ olun ki, gəldiniz Həsrət bu zala, elə bu Bakirin sevincinə sevinç qatdınız. 4-5 yaşlarında gördüm idmana, daha çoxdur irəliləyişi. Özümdə bunu yönləndirdim idmana, güləş. Avroma güləş növünə. Yönləməyinə baxmayaraq baxdım ki, bunun nailiyyətləri olur, irəli gedir. 6 yaşında Mingəçevirdə açıq birincilikdə birinci yerə çıxdı güləş Roma yarışında. Sonra Goranboyda ikinci yerə çıxdı açıq yarışda. 20 kiloqramda birinci yerə çıxdı. 26 kiloda 2 dəfə dalbadal Mingəçevirdə. Bir dəfə 1-ə çıxdı, bir dəfə 3-cü yerə çıxdı güləş üzrə. Kürdəmirdə açıq birincilikdə birinci yerə çıxdı 26 kiloda. 29 kiloda Goranboyda açıq birincilikdə birinci yerə çıxdı. Goranboyda kubok yarışını uddu. Qusarda yarışda Ulu Öndər Heydər Əliyevin 100 illiyində birinci yerə çıxdı. Zakatalada 32 kiloqramda açıq birincilikdə birinci yerə çıxdı güləş üzrə. İndi də qarşıdan gələn Respublika turnirimiz var. Turnirə hazırlaşır. Məqsədi orada da çempion olmaqdır. Bir də ki, nə deyim, mən özüm də idmançı olmuşam, güləşçi olmuşam. Müəyyən səbəblərə mən gəlib o pilliyə çata bilməmişəm. Ona görə də əlimdən gələni eləyirəm, evladım Allah qoysa çatsın o pillə. Hal-hazırda bu indiki elədiyi zalda, məşq elədiyi zalda perspektiv idmançılar var. Bunun da hədəfi onlar kimi idmançı olmaq istəyir. Gələcəkdə də hələ ki yaşı çatmır. Liseyə gedəcək, Bakıda oxuyacaq. İdmanı orada davam edəcəkdir. Gələcək arzuları da Olimpiya oyunlarında güləşməkdir. Ata kimi mənim də evladıma arzum odur ki, Avropa, dünya çempionatında iştirak etsin, qızıl medal qazansın. Ən böyük arzusu, hədəfi də Olimpiya çempionu olsun. Ona uğurlar arzulayıram. Bakir, çox gözəl idman növü seçmisən. Sağ ol. İdman növü
həqiqətən çox tanınmış, Dədəbaba idman növümüzdür. Mən də sən gəldiyin zaldan çıxmışam. İnşallah ki, sən də böyük güləşən olasan. İnşallah. Məşqləri yaxşı elə, əsas odur. Müəllimlərin sözünə qulaq as. Əziyyətli yollar gözləyirsən qabaqda, amma mənə baxmayaraq hər şeyə dözüb, çalışıb, vuruşub, məşq edib, o zirvələrə çatmaq lazımdır. Bəli. Söz verirsən? Bəli. Müəllimlərin əsas odur, müəllimlərin, valideynlərin sözünə qulaq as. Qalan hər şey yaxşı olacaq. Neçə yaşın var? 11. 11? Neçə yaşında başlamısan güləşə? 4-5. 4-5? Hə, 2018-dən var. 2018. Bir də əsas vacib olan şey indi böyüyəndə sənə aiddir. Fast food yeməklərdir, qazlı içkilərdir, belə şeylərdən uzaq ol. Hələ ki, ürəyin nə istəyir yeyə bilərsən, hələ sən uşaqsan. Amma böyüyəndə özündə diqqət eləyəsən elə şeylərə. Bakı, nə yaşda güləşmirsən? Prezidentin Heydər Əliyev oğlu Öndər illiyini çıxıb güləşmişəm. Zaqatala birinciliyini güləşmişəm. 2 dəfə Kürdəmir birinciliyini güləşmişəm. Nə qədər medal var? 20 də. Hansı çoxdur? Birinci yer çoxdur, yoxsa 2? Birinci yer. 15 dənə birinciliyim. Və o birisi qalan 5 dənə? 4 dənə üçüncülüyüm var, bir dənə də ikinciliyim. Ay maşallah. Məndən çoxdur ki medal. Ən maraqlı görüşün hansı olub? Axırıncı yarışım Zaqatala. Zaqatala. Kimlə güləşib? Finalda öz uşağımız idi. Bizim kətdən idi. Hə, bizim kətdə. Tanıyırdı. Hə, elə ondan elə parayım. Parasan? Neçəni çıxdın? 8-0. 8-0. Maşallah. Müəllimlərin sözünə qulaq assanmı? Bəli. Maşallah. Belə də davam edir. Hə. Buradan sonra durub keyf neynəyəsən? Dərslərimlə məşğul olacağam. Dərslərinlə? Hə. Dərslərinə də diqqət elə bilirsən də idmançılar həm təhsildə yaxşı olmalıdır, həm də idmanda. Bəli. Gəl sənə hədiyyəm var. Bu da mənim sənə hədiyyəm. Bunu mənə Olimpiyadaya gedəndə veriblər. Mən də sənə bunu hədiyyə eləyirəm. İnşallah ki, sən də Olimpiyadaya gedəsən, sənə də belə trikolar verirsin. Sağ ol. Sağ ol. Əlbəttə ki, idman əvəz olunmazdır. İdman əvəzsizdir. İdman sağlamlıqdır. İdman bizim gələcəyimiz üçün lazım olan vacib şərtlərdən biridir. O nöqteyi nəzərdən əlbəttə ki, bizim indiyənə qədər boya başa çatmış bizim elimizin, obamızın çempionları var. Həsrət qardaşımızdır, Talih qardaşımızdır. Biz onlarla fəxr eləyirik və mən arzu eləyirəm ki, bizim bu Bakir balada onların yolunu tutsun, o da gələcəkdə çempion olsun, o xoş günləri görmək, yaxınlarına, atasına, anasına və bütün Azərbaycan üçün fəxr olsun. Mən bunu arzu eləyirəm. Əlbəttə ki, bu bizim balaca çempion haqqında mən nə deyə bilərəm? Bu, hələ 3-4 yaşı olardı, olmazdı. Bunda bir meyillik var idi idmana, belə falan. Mən bunu hiss eləyirdim. Bir gün də eşitdim ki, bu idmana gedir, belə. Sevindim sözün düzü. İndi də onun nailiyyətləri var, gözəl. Bu yaxınlarda medallarını gətirdi, mənlə bölüşdün ki, medalların belə sayını itirdi. Sözün əsl mənasında medalların sayını itirdi ki, 18-dirmi, 17-dirmi itirdi belə. Mən arzu eləyirəm ki, medallara o qədər çox olsun ki və günlər o günlər olsun ki, dünya arenalarından və biz o xoş xəbəri eşidək, o gözəlliyi duyaq, fəxr eləyək və Azərbaycanımın, devlətimizin bütün evlatlarına çempion olmağı, dünyamızı, başqa devlətlərdə Azərbaycanımızı tanıtmağı arzu eləyirəm. Arzu eləyirəm ki, hamısı qalib olsunlar. Bəli, mən bu uşaqda belə bir halları hiss eləmişəm ki, yəni mənim özümün də azdan çoxdan idmandan başım çıxır. Hiss eləyirəm ki, bu uşaqda irəliləyiş var.
və mən onu görə bilirəm. Hiss edirəm ki, bu gələcəkdə özünü doğruldacaq qədərli. Yəni mən bunu dünya arenalarında görürəm. Allah o günləri qismət eləsin. Bu dünyanın işini bilmək olmaz ki, sabah nə olar, nə olmaz. Azərbaycan üçün bizə güclü evlatlar lazımdır. Qarşıda bizi çox şey gözləyə bilər. Və güclü evlatlar da qorxusuz, ülküsüz olur. O cümlədən bizə idmançı evlatlar lazımdır, qorxmaz evlatlar lazımdır. Və mən bunu Azərbaycanın bütün evlatlarına arzu edirəm ki, idmanla məşğul olmaq lazımdır, güclü olmaq lazımdır. Belə deyim də, düşmanın gözünə iti baxmaq lazımdır. Birinci əvvəla xoş gəlibsiniz. Allah hamınızın canınıza sağlıq versin. Əziyyət çəkib uzaq yol gəlibsiniz. Çox sağ olun, minnətdaram. Nəvəmə də uzun ömür, can sağlığı arzulayıram. O cümlədən onun müəllimlərinə, Bayram müəllimə uzun ömür, can sağlığı arzulayıram. Allah hamısının canına sağlıq versin. Fəxr eləyirəm nəvəmlə. Ancaq sağlam can arzulayıram nəvəmə. Allah atasına, anasına layiqli bir evlad olsun. Səsi ucalardan gəlsin. Allah hamınızın canınıza sağlıq versin, ay oğul. Çox sağ olun, əziyyət çəkirsiniz. Bu yaxın vaxtları gedəcək yarışa. O yarışdan yaxşı qayıdıb gəlsə, Allah qoysa, orada birinciliyi qazanıb gələndə nənəsi öz pensiyası ilə ona bir sürpriz alacaq. Bacısı Nuray xanımdır. Qardaşına uğurlu yollar arzuluyur. Denə, yarışa getməsinə. Yarışa getməsinə uğurlu yollar hazırlayıram. Arzulayır. İnşallah birinci yerə çıxar, sağ-salamat qayıdar. Mən də söz verirəm ki, birinci yerə çıxıb gəlsə, nənəmin pensiyasından ona sürpriz edəcəm. Ay maşallah. Proqram Medianın İnkişafı Agentliyinin və Audio-Vizual Şuranın dəstəyi ilə hazırlanmışdı.